İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğundayıq. Burada mayın 3-nə kimi Beynəlxalq Xalça Festivalı keçirilir. Festival gözəl keçir hər cəhətdən. İlk dəfə gəlirəm mən. Yəni Hardan gəlirsiniz? Şəmkirdən. Sırf bu festivalı görə gəlmisiniz. Bəli. Festivalı bəyəndiniz? Bəli, niyə bəyənmirəm ki? Evinizdə xalçadan istifadə edirsiniz? Əlbəttə ki, çox. Festival necə keçir? Super əla, çox gözəl. Burada ən çox nəyə bəyənirsiniz? Hər şey. Detallar falan hamısı çox gözəldir. Hər il gəldikcə biz qədim irsimiz olan xalçaçılığın necə gözəl tərənnüm olunmasını hər dəfə onun şahidi oluruq və çox sevindirici haldır ki, qədim ənənələrə sahib olan, yəni bir xalq kimi o gözəl xalçaçılıq sənəti də yaşayır. Festival Azərbaycan xalçaçılıq irsinin tanınması, qorunması məqsədi gütsə də burada 12 ölkənin iştirakı ilə müxtəlif pavilyonlar yaradılıb və bu pavilyonlarda hər ölkə özünə məxsus xalçaçılıq ənənələrini nümayiş elətdirir. Yani bizi davet ettiler. Türkiye'den geldik. Daha değişik ülkelerden gelenler var. Muhteşem. Şimdi bizim kökenlerimiz, desenlerimiz aynıdır aslında. Hani biz ne diyoruz? İki devlet, bir millet diyoruz. Özümüzde bütün desenler birbirine çok yakındır. Tamam mı? Mesela biz Mogan modeli deriz. Sizde de halıda aynı desenler vardır. Onun için ben böyle bir organizasyonu düzenleyen bütün ekibi, halça ekibine gönülden teşekkür ediyorum. Muhteşem bir işçilik, muhteşem bir çalışma. Festivalın proqramı olduqca zəngindir. Belə ki, bura Ustad dərsləri, eksklüziv xalça nümunələrindən ibarət sərgi və konsert proqramı daxildir.